Qarabağla bağlı nə varsa mənim düşüncəmə görə bizim üçün ən əsas, ən müqəddəs bir mövzudur. İlk olaraq ancaq imic haqqında danışmaq istəyirəm. Bizim imicimiz, bir dövlət olaraq, bir millət olaraq imicimiz necədir? Və imicimiz necədir sualına cavab verməmişdən əvvəl imicimiz necə olmalıydı və imicimiz necə olmalıdır və imicimiz necədir sualına cavab vermək istəyirəm. Düşüncəmə görə Azərbaycanın dünyada ən gözəl imicə malik olan ölkələrdən biri olması üçün hər cür şansı var. Azərbaycan müsəlman dünyasında demokratiyanın flaqmanıdır. Azərbaycan 1918-ci ildə müsəlman dünyasında şərqi ümumiyyətlə ilk demokratik respublikanı bəyan etdi, yaratdı və ilk demokratik seçki keçirib, ilk demokratik çox səsli, çox rəngli parlamenti formalaşdırdı. O parlamentdəki cəmiyyətin bütün təbəqələrinin, bütün qruplarının təmsilçiləri, nümayəndələri təmsil olunurdu. Azərbaycan 1918-ci ildə etibarən qadınlara seçmək və seçilmək hüququ verdi. O hüququ Azərbaycan Demokratik Respublikası Amerika Birləşmiş Ştatlarından bir il əvvəl verdi. Amerikada bu 1919-cu ildə tanındı. İsveçrədən isə çox əvvəl verdi. İsveçrədə qadınların seçilmək hüququ 1976-cı ildə tanındı. Demək, Azərbaycanın 1918-ci il Azərbaycan imicinə görə Amerikadan və İsveçrədən bir çox məsələlərdə öndə olan bir imici malik ölkə idi. Bugünkü Azərbaycana baxsaq, bugün beynəlxalq təşkilatların hesabatlarına nəzərə salsaq, görək ki, Azərbaycan beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın qonşuları kimdir? Zimbabwe, Zambiya, Kongo, Eritreya və s. Yəni 1918-ci ilin imici ilə 2012-ci ilin imici arasında belə müqayisə edəndə görürük ki, 18-ci ildə biz İsveçrədən və Amerika Birləşmiş Ştatlarından da üstün bir göstəricilərə malik olmuşuq. Bugün isə bizim qonşumuz, biz Afrikanın ən geridə qalmış ölkələri ilə müqayisə olunur, bəzi hallarda müqayisə olunur. İkinci bir məsələ, yenə imic haqqında. 1988-ci ildə bugün çox məşhurlaşan Azərbaycanda Şpigel jurnalı sorğu keçirdi və Azərbaycan xalqını ilin xalqı elan etdi. Özünün mübarizə əzminə görə, qətiyyətinə görə və s. Bugün həmin o Şpigel jurnalı Azərbaycan haqqında yazır. Ancaq nədən yazır? Azərbaycan xalqının qətiyyətindən yazmır, Azərbaycanda olan korrupsiyadan yazır, insanların evlərindən kütləvi sürətli köçürülməsindən yazır, mülki hüquqların pozulmasından yazır və s. Bu da 88-ci illə 2012-ci ilin imici arasında müqayisə aparıb və bu müqayisə həm də o insanlara tutarlı cavabdır ki, Mehman bəy çıxışına dediyi kimi, onlar bildirirlər ki, Azərbaycan bugün demokratiyaya hazır deyil. Xeyr, Azərbaycan xalqı demokratiyaya nəinki bugün hazırdır, Azərbaycan xalqı 1988-ci ildə demokratiya hazır olduğunu sübut etmişdir və hətta 1918-ci ildə bir çoxlarından daha tez demokratiya hazır olduğunu sübut etmişdi və bununla da mənə elə gəlir ki, bu uğursuz bir argumentin tutarsızlığı ortaya çıxır. Digər bir məsələ, yəni imic barədə danışdığım Qarabağ məsələsi ilə bağlı. Bəli, Qarabağ hər birimizin ürəyimizin qanayan yarasıdır. Məşhur İbn Sinanın bir sözü var, deyir, sarımsaq 1000 dərdin dərmanıdır, bal 100 dərdin dərmanıdır, nar 10 dərdin dərmanıdır. Mən həmişə zarafatla deyirəm ki, demokratiya sarımsaqdır, yəni 1000 dərdin dərmanıdır. Qarabağ probleminin də ən uğurlu həlli demokratiyadır. Burada çox hörmətli akademik Rafiq Əliyev bildirdi ki, bəli, biz institutlar yaratmalıyıq Qarabağla bağlı, mən tamamilə razıyam, araşdırmalar olmalıdır və s. Ancaq mən bu institutları yaratmadan da, bu araşdırmanı aparmadan da bir a priori olaraq bunu iddia edə bilərəm və düşünürəm ki, bunu iddia eləməyə kifayət qədər də əlimdə əsas var ki, ən azı dünya təcrübəsi bunu sübut edir. Qarabağ probleminin həllinin yolu ədalətli seçki və ədalətli məhkəmədən keçir. Yəni demokratiyanın olmasından keçir. Yəni bunu uzun illər bu barədə araşdırma aparandan sonra bu nəticəyə gəlinəcək, mən bunu əminəm. Ancaq dünya təcrübəsindən çıxış edərək də biz deyə bilərik ki, bu cür münaqişələrin həlli indiki zamanda, indiki dünyada, indiki qloballaşan dünyada, bir insan ovucuna yerləşən dünyada
Bu cür münaqişələrin hamısının həlli ədalətli seçkilərdən və ədalətli məhkəmədən, bir sözlə demokratiyadan keçir. Qarabağ problemi niyə düyünə düşüb? Əslində bu barədə çox danışmaq olar. Rafiq müəllim bir məsələni çox düzgün qeyd etdi. Bugün təəssüflər olsun ki, xalq münaqişənin həllində bir funksional institut kimi sıradan çıxarılıb. Azərbaycan xalqı Qarabağ münaqişəsinin həllində funksional institut olaraq iştirak etmir. Bir misala baxaq, bir neçə ay bundan əvvəl Fransanın artıq keçmiş prezidenti Nicolas Sarkozy bölgəyə səfər edəndə, Cənubi Qafqaza səfər edəndə İrəvana getdi, orada erməni xalqına hörmət əlaməti olaraq bu uydurma soyqırım abidəsinə baş əydi, əkili qoydu. Tiflisə getdi, orada Gürcü xalqına hörmət əlaməti olaraq Tiflisdə xalq qarşısına çıxış etdi və Tiflisin və Gürcüstanın demokratiya yolculuğu sahəsində uğurlarını yüksək dəyərləndirdi. Gürcü xalqının mübarizə əzmini, demokratiya əzmini, qətiyyətini yüksək dəyərləndirdi. Azərbaycana gəldi, Azərbaycanın sadəcə dövlət rəhbərləri ilə görüşdü və hesab etdi ki, Azərbaycan xalqı ilə ünsiyyət qurmağa ehtiyac yoxdur. Düşünürəm ki, elə düz qənaətə gəlmişdi. Çünki faktiki olaraq, əgər bugün Ermənistanda, Gürcüstanda, yəni Gürcü xalqı, erməni xalqı münaqişələrin həllində bir funksional institut kimi aktivdirlərsə, təəssüf olsun ki, Azərbaycanda bu münaqişə deyildiyi kimi artıq Dağlıq Qarabağ münaqişəsinin həlli monopoliyalaşıb və konkret olaraq bir qrupun monopoliyasına verildiyi üçün xalqın burada ümumiyyətlə prosesindən xəbəri yoxdur. Və belə bir vəziyyət ən çox Azərbaycan hakimiyyətinə ziyan verir bu vəziyyət münaqişənin həllində. Çünki əgər Gürcüstana və Ermənistana təzyiq edərkən o rəhbərlər qarşımızda xalq var, xalq güzəştlərə getməyə hazır deyil, xalq bizi hakimiyyətdən aşıracaq mesajını verirsə və xalq, müxalifət, ictimai fəallar doğrudan da bu mövqeyini ortaya qoyurlarsa, bununla da Gürcü və erməni hakimiyyətinin mövqeyini danışıqlarda gücləndirirlərsə, bunun qarşısında bizim iqtidar özünü bax belə bir imkandan məhrum etdi faktiki olaraq. Və məhz ona görə də Sarkozy Bakıya gələndə Azərbaycan xalqı ilə ünsiyyət qurmağa cəhd etməlidir. Çünki bildi ki, burada əsas razılığa gəlməli tərəf Azərbaycan hakimiyyətidir. Və təsəvvür edin ki, iqtidar özünü necə çətin vəziyyətə qoyur. Bir tərəfdən dünyanın aparıcı media strukturları Azərbaycan hakimiyyətini tənqid edir, korrupsiya faktlarından bağlı, digər məsələlərlə bağlı gecə-gündüz yazılar çapılınır, demək olar hər gün. Və bir tərəfdən belə bir kövrək duruma düşən iqtidar Dağlıq Qarabağ münaqişəsinin həllini monopoliya götürür. Bu faktiki olaraq Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində özünü çox çətin bir vəziyyətə salmasıdır, özünü çətin bir duruma salmasıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupunun fəaliyyəti yaratılmasıdır. Bu mənim bir mənalı mövqeyimdir və düşünürəm ki, bu Minsk qrupunun fəaliyyəti ilə bağlı kifayət qədər kəskin mövqe ortaya qoyulmalıdır. Vaxtaşırı hətta Azərbaycan rəhbərliyi də Minsk qrupunu tənqid edir. Ancaq Minsk qrupunun tərkibində müəyyən dəyişikliklərlə bağlı, müəyyən addımlarla bağlı konkret hələ ki ortada bir ciddi bir mövqe yoxdur. Ancaq mən düşünürəm ki, belə bir mövqe olmalıdır. Minsk qrupu çərçivəsində gedən danışıqlarda bugünə qədər məni narahat edən 3 çox təhlükəli məqam var. Birincisi referendum məsələsidir, faktiki olaraq Dağlıq Qarabağın hüquq gətirib çıxaran məsələdir. İkincisi sülh məramlıların Azərbaycan ərazisində yerləşdirilməsidir və nəhayət üçüncü məsələ Laçın koridorudur. Laçının özünün rayon mərkəzi boyda 15 kilometr enində bir koridor, bu dünya səviyyəsində olmayan bir məsələdir və faktiki olaraq Laçının ilhaqı demək.